bu birinci təsirdən qabaq qorxu hissi yaradacaq. Birincisi, hamı qorxacaq. Yəni, bu ən vacib hissələrdən biridir ki, bu qorxu hissi normaldır. Yəni, bu günə qədər sistem işlədiyi kimi davam edə bilməyəcək. Həyat artıq dəyişir və bu həyatın dəyişikliyinə hazır olmaq lazımdır. İkinci məsələ, biz gəlin götürək ki, bu süni intellekt sonunda nə verməlidir? Dövlətin istədiyi nədir? Vətəndaşların həyatının yaxşılaşdırılması. Düzdür? Və faktiki olaraq bu süni intellekt vətəndaşların həyatının yaxşılaşdırılmasıdır. İndi məmurlar bu sürətlə qaça biləcəklərmi? Bu sistemə hazır olacaqlarmı? Və baxın, süni intellekti bugün hansını açıb baxsaz yazır ki, süni intellekt səhv eləyə bilər aşağıda. O cümlə var. Və deməli, son qərar insanındır. Və insan bu qərarı verə biləcəkmi? Məndə məsəl üçün süni intellekt yaratmışdım mən AI for Ministers. Yəni, ministerlər üçün süni intellekt və test kimi pulsuz şəkildə bunu yerləşdirmişəm. Və bu, bugün ChatGPT-də ən güclü istifadə olunan promptlardan biridir bugünkü. Amma nə deməkdir bu? Sən qərarı verəndə orada informasiyanı alıb düzgün qərar vermək üçün istifadə edə bilərsən.